Bir zərbi məsələ danışacağım. Dəxli yoxdur, hansı ölkədə olub. Yəni ondan bir əmma çıxartmasınlar. Bir nəfərin qolun bizim pulla desək 500 manata görə kəsirmişlər. Cəllad baltanı vuran anda bir nəfəri yolla keçirmiş, soruşur ki, qardaş, bunun qolunu niyə kəsirsən? Deyir, 500 manat borcu var, qaytara bilmir. Borc yiyəsinin şikayətini təmin eləmək üçün bunun qolunu kəsirəm. 500 tüməni verir, 500 manatı verir, qolun kəsilməkdən xilas eləyir. Yasda da, toyda da, harada bu qolun xilas elədiyi adamı görürmüş. Məclisin ortasında deyirmiş ki, Əbdül, dur ayağa, bax, Əbdülün qolunu kəsirdilər. Mən 500 manat, 500 tümən verib onun qolunu xilas eləmişim. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə. Yenə məclislərin birində minnətdən söhbət gedir. Burada minnət haqqında danışmaq istəyir. Yenə məclislərin birində Əbdülü durğuzur ayağa. Deyir ki, Əbdülün qolunu kəsirdilər. Mən 500 manat, 500 tümən verdim, qoymadım qolunu kəsməyə. Əbdül də artıq hazırlıqlı gəlmişmişdir. Xancalı çıxardır, qolunu kəsir. İndiki kişilərə xəyaluz getməsin, qabaqçılar ürəkli olur. Qolunu kəsir, qana axa gətirir, verir bu sərkiyəçi minnət vuran adama. Deyir, bu qola görə sən mənə neçə vaxtı sərkiyə vurursan. Allah xətrinə, Allah bu qolu sənə raşat ala, bir daha mənə minnət vurma. Bu qədər.